Salam əziz tamaşaçılar, xoş gördük sizləri. Sağlıqla növbəti buraxılışında biz ginekoloji əməliyyatlar haqqında danışacağıq, ancaq qısa bir anonsdan sonra. Xoşbəxt və sağlam yaşamaq hamımızın haqqıdır. Buna görə də 24 saat çalışan HB Güvən Klinikası sizin xidmətinizdədir. Klinikamız tibbin bütün sahələri üzrə yüksək səviyyədə keyfiyyətli xidmətlə çalışır. Mərkəzimiz dünya standartlarına uyğun cihaz və reaktivlər istifadə olunmaqla və yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə əhaliyə tibbi xidmət göstərir. Cərrahiyyə, laboratoriya, 24 saat pediatrik xidmət, check-up proqramları ilə sizin xidmətinizdəyik. Təcrübəli həkimlərimiz həmişə sizə kömək etməyə hazırdılar. Sağlamlığınız güvənli əllərdədir. Atatürk prospekti 3078. Telefon 012 436 1496. Bax, bir əziz tamaşaçılar, studiyamızın qonağı isə HB Güvən Klinikasının həkimi, İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində ixtisas keçmiş mama ginekologu Rəşad Sultandır. Rəşad bəy, xoş gəlmişsiniz studiyamıza. Rəşad bəy, bax, mövzumuz ginekoloji əməliyyatlardır və maraqlıdır. Hansı ginekoloji problemlər olduqda artıq əməliyyata ehtiyac duyulur? Xoş gördük. Ginekoloji əməliyyatlar, ginekoloji orqanlar, uşaqlığın artımları, yumurtalıqlar, uşaqlıq yolu və əməliyyatlar da həmin orqanlarda aparılan əməliyyatlardır. Hansı xəstəliklərlə əlaqədar əməliyyatlar edirik? Əgər ən çox rast gəlinəndən ən az etdiyimiz əməliyyatlara qədər sıralasaq, ən çox miyoma səbəbilə, uşaqlığın fibromiyoması səbəbilə əməliyyatlar olur. Ondan sonra yumurtalığın kistaları səbəbilə əməliyyatlar olur. Uşaqlıqdan qanaxmalar səbəbilə əməliyyatlar olur. Mən sadəcə işin ginekoloji tərəfini deyirəm, yəni mamalıqda keyser əməliyyatını, doğuşla əlaqədar əməliyyatları demirəm. Ondan sonra uşaqlıq yolunun sallanması ilə əlaqədar əməliyyatlar olur. Yəni, yenə də qısaca qeyd eləsəm, miyoma, kistalar və uşaqlıq yolunun sallanmaları. Əlbəttə ki, yenə də bədxasiyyəli şişləri də bir kənara qoyuram. Onlar da ayrı bir qrupdur. Yəni, bu problemlər olduqda artıq əməliyyata göstəriş olur. Ancaq yenə də maraqlıdır. Yəni, bütün hallarda mı, deyək ki, miyoma olanda mütləqdir əməliyyat olunması? Tibb elmində, cərrahiyyədə belə bir məfhum var. Əməliyyata göstəriş, siz də o sözü qeyd elədiniz az öncə. Yəni, nə deməkdir bu? Yəni, hansı diaqnoz zamanı əməliyyat edilməlidir? Əməliyyata göstəriş özü də iki cür olur. Mütləq göstəriş, nisbi göstəriş. Mütləq göstəriş o deməkdir ki, əgər bu diaqnoz xəstəyə qoyulubsa, o mütləq əməliyyat edilməlidir. Başqa bir yolu yoxdur. Hamının bildiyi məşhur kəskin apendisit diaqnozu. Məsəl üçün, kəskin apendisit dərmanla müalicə edilən bir xəstəlik deyildir. Ginekologiyada da buna bənzər xəstəliklər var. Bir də, amma onu deyim ki, ginekoloji əməliyyatların çoxsu, ginekologiyada əməliyyat edilməsi gərəkən xəstəliklərin çoxsu nisbi göstərişlərdir. Və yaxud dediyim fibromiyomalar, kistalar, sallanmalar, bunlar hamısı əməliyyatın nisbi göstərişlərdir. Yəni də əlbəttə ki, bədxasiyyəli şişləri kənara qoyuruq. Yəni, əməliyyatlar... Yəni ki, bu yəqin ki, müayinədə aşkarlanır ki, artıq mütləqdirmi əməliyyat, yoxsa yerli konservativ müalicələr vasitəsilə bu problemlər aradan qaldırıla bilər? Bəli, göstərişlərdən danışanda ilk növbədə dediyiniz kimi İlk sual bu çıxır. Bəs hansı halda bu nisbi göstəriş diaqnozunu qoyanda, məsəl üçün fibromiyoma diaqnozunu qoyanda, hansı halda, hansı şərtlər daxilində, hansı situasiyada xəstə əməliyyat edilməlidir, hansı şərtlərdə əməliyyat edilməsə olar və yaxud əməliyyat edilməsə daha yaxşıdır, dərmanla müalicə daha yaxşıdır. Ümumiyyətlə, biz həkimlər xəstəyə dərman yazanda da, hətta müayinə eləyəndə də, daha çox da əməliyyat eləyəndə də bir nömrəli bir latın atalar sözü var. Primum non nocere. İlk öncə zərər vermə. Zərər verməmək prinsipinə sadiq qalmalıyıq. Yəni, verdiyimiz müalicənin faydalı olmasından da ziyadə, ondan da öndə gələn prinsip öncə xəstəyə zərər verməmək. Əməliyyat bilirik ki, xəstə üçün bir travmadır. Qarın boşluğu açılır, qarın boşluğu açılmadan edilən əməliyyatlar da var. Toxumalar zədələnir, toxumaları zədələyirik. Zədələnmiş, məsəl üçün, miyoma nədir? Xoş xasiyyəli şişdir, misal üçün. Onu çıxardırıq, yenidən tikirik. Xəstə bir müddət yataqda xəstə vəziyyətində qalır, bir müddət iş qabiliyyətini itirir, işinə gedə bilmir, ailəsinə qulluq eləyə bilmir. Bəli, ən azından bu reabilitasiya dövrü ona görə əməliyyata göstərişi seçərkən, əməliyyat eləyərkən onu əsaslandırmaq lazımdır.
Yəni bir nömrəli məsələ qarşımızda duran bundan ibarətdir. İndi məsələn ayrı-ayrı xəstəliklər barədə də qısaca deyərik hansı halda hansı xəstəlikdə əməliyyat məsləhətdir, yoxsa yox. Niyə görə bu barədə danışmaq istərdim? Çünki bizə müraciət edən xəstələr ümumiyyətlə insanların suallarından indi burada biz hansısa miomanın, kistanın və yaxud başqa bir ginekoloji patologiyanın əmələ gəlmə səbəblərindən danışsaq, bəlkə də tamaşaçılar üçün maraqlı olmaz. Yəni konkret olaraq xəstəlik var, əməliyyat olunmalıdır, yoxsa olunmamalıdır? Həmişə bizə verilən suallardan elə başa düşürəm ki, xəstələri, insanları maraqlandıran odur ki, hansı halda əməliyyat olunum yoxsa yox. Niyə görə? Çünki insanlarda belə bir təlaş var. Əməliyyat bəlkə heç lazım deyildi, mənə əməliyyat təklif etdilər və əməliyyat oldum. Və yaxud da ki, tam tərsi, bəzən əməliyyatdan çox qorxuruq deyə, qorxurlar deyə xəstələr, əməliyyat olunması gerəkən halda dərman müalicəsi ilə sağlamlıqları əldən getsə də, dərman müalicəsi ilə əməliyyatdan qaçırlar, bunu uzatmağa çalışırlar. Ona görə də... Yəni ki, bundan əməliyyat tələb olunarsa, tələb olunmazsa, yəni çox ciddi müayinələr o zaman aparılmalıdır təbii ki, yəni bunların müəyyənləşdirmək üçün. Əlbəttə ki, bayaq dediyim o diaqnozumuz da əsaslandırılmalıdır, əməliyyata göstəriş əsaslandırılmalıdır. Hansı yəni müayinələrdən keçilməlidir o zaman, belə deyək? Gəlin, yaxşı olar ki, ayrı-ayrı xəstəliklərdə danışaq. Çünki hər bir xəstəliyin müayinə metodu, daha doğrusu diaqnostik metodu özünə görədir. Əlbəttə ki, biz xəstəni bir sorğu, xəstəliyin gedişatını öyrənirik sorğu zamanı. Ondan sonra ümumi bir obyektiv müayinə aparırıq, fizikal müayinə. Ondan sonra spesifik ginekoloji müayinə aparırıq. Bizim ən çox yardımcımız olan diaqnostik metodumuz ultrasəs müayinəsidir. Lazım gələrsə, diaqnozumuzu əsaslandırmaq üçün kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiya, laborator müayinə metodlarından da istifadə edirik. Bayaq sadaladığım o 3-4 xəstəlikdə hansı hallarda əməliyyat edilməlidir, hansı hallarda etməməsəkdə olar, onu xırdalamaq istərdim. Məsələn, ən çox dedik ki, əməliyyat səbəblərimizdən biri uşaqlığın miomasıdır. Nədir uşaqlığın mioması? Uşaqlığın xoş xassəli şişidir. Qadınların 25%-ində rast gəlinir. Belə çıxır ki, qadınların 25%-ni, 1/4-ni biz əməliyyat eləməliyik. Xeyr. Uşaqlığın mioması hansı halda müalicə edilməlidir? Uşaqlığın mioması yarıdan çox hallarda, 50%-dən artıq hallarda heç bir simptom vermir. Uşaqlığın mioması simptom verərsə, əlamət verərsə, şikayətə səbəb olarsa müalicə olunmalıdır. Hansı şikayəti verir ən çox? Ən çox verdiyi şikayət qanaxmadır. Yəni, uşaqlığın mioması müəyyən ölçülərə gəlib çatırsa, qanaxmaya səbəb olursa, artıq müalicə olunmalıdır. Yəni, burada siz müalicə nəyə nəzərdə tutursunuz? Yəni, hər hansı növü olursa olsun, cərrahi növü olsun, yəni cərrah vasitəsilə ya konservativ vasitəsilə? Elə onu deyəcəkdim. Mioma, xoş xassəli şiş, dərmanla müalicə oluna bilməz. Uşaqlığın mioması sadəcə əməliyyatla müalicə olunmalıdır. Hər mioması olan qadını müalicə etməyə, əməliyyat etməyə ehtiyac yoxdur, amma əlamət verən, xəstəni rahatsız edən, qanaxmalara səbəb olub da xəstənin ciddi qan azlığına səbəb olan və yaxud da ağrılara, ağırlıq hissinə, digər sonsuzluğa, tez-tez uşaq düşürmələrə, bu tip şikayətlərə bu olarsa artıq mütləqdir ki, mütləq müalicə olmalıdır və müalicəsi də ancaq cərrahi metodlandır. Yəni, bu xalq arasındakı kartof suyu içmək, soğan suyu içmək, hansısa bir dərmanlar, bunlar miomanı müalicə edən metodlar deyil. Bunlarla ya xəstə özünü aldadır, ya da qorxduğu üçün əməliyyat olunmur, vaxt itirir. Yəni, getdikcə qan azlığı daha da çoxalır. Bu zaman əməliyyat eləməmişdən həm miomanın ölçüləri böyüyür, əməliyyat zamanı texniki cəhətdən əməliyyat eləyən cərraha bizlərə çətinlik törədir. Həm də əməliyyat xəstədə qan itirdiyinə görə, qan azlığı olduğuna görə əməliyyatdan əvvəl əlavə qan götürmək məcburiyyətində qalır. Yəni, həm özünə zərər gətirir, həm həkimin çalışmağına, yəni bu əməliyyat aparmağına da son nəticədə yenə özünə ziyan olur. Bir də Rəşad bəy, belə bir sualım var. Bu mioma olduqda, uşaqlığın mioması, sadəcə mioma çıxardılırmı, yoxsa bütövlükdə bu uşaqlıqla birlikdə? Çox yerində bir sual verdiniz də, bayaq şikayətləri sadalayanda, məsələn, dedim ki, qanaxmaya səbəb olur, sonsuzluğa səbəb olur, təkrarı düşüklərə səbəb ola bilər. Əlbəttə ki, sonsuzluq xəstəsində, yəni uşağı olmayan bir xəstə o şikayətlə bizə müraciət edir, müayinədə mioma aşkar eləyiriksə və yaxud təkrar düşüklər, o zaman uşaqlığı çıxartmaq məqsədə uyğun deyil. Yəni, biraz da ümumiləşdirsəm, gələcəkdə uşaq düşünən, müəyyən yaşın altında, haradasa 40-45, əlbəttə ki, burada yaş sərhəddi kəskin deyil, xəstənin özü qərar verir. Bu tip xəstələrdə, yəni uşaq düşünən xəstələrdə, gələcəkdə uşaq sahibi olmağı düşünən xəstələrdə sadəcə miomanı çıxardırıq, uşaqlığı qoruyan əməliyyat eləyirik və miomanı çıxardanda da
diqqət edirik gələcəkdə xəstə çoxalma funksiyasını saxlasın. Onun uşaqlıq borularına ziyan verməməyə çalışırıq. Mioma bəzən uşaqlığın daxili təbəqəsinə qədər siyarət etmiş olur. Uşaqlığın daxili təbəqəsini zədələmədən miomanı çıxartmağa çalışırıq. Çünki bunlar xəstənin gələcəkdə uşaq sahibi olmasına ziyan verə bilər. Daha aqressiv, daha radikal, daha... Ancaq demək ki, ümumilikdə miomanı uşaqlığa dəymədən çıxartmaq olur. Mümkündür, bəli. Amma 40 yaşından sonraki qadınlarda, yəni evində 3 dənə, 5 dənə, yəni planladığı sayda uşaq sahibi olan, gələcəkdə bundan sonra uşaq sahibi olmağı düşünməyən qadınlarda miomanı uşaqlığı yerində buraxıb miomanı çıxartmaqda mənası yoxdur. Bəzən bunu izah etmək məcburiyyətində qalır xəstələrə. Niyə görə? Deyir ki, deyirlər ki, əgər miomanı çıxartmaq mümkünsə, niyə bütün uşaqlığı çıxardırsınız? Elə mən bu sualı mən də vermək istəyirəm. Birincisi belə düşünürük ki, qarın boşluğunu açmışkən, əgər qadın uşaq sahibi olmağı düşünmürsə, uşaqlığın yeganə funksiyası qadının uşaq sahibi olmasına xidmət etməkdən ibarətdir. Yumurtalıqları saxlayaraq, yəni yumurtalıqların hormonal funksiyasına toxunmadan, sadəcə uşaqlığı götürmək əməliyyatla məqsədə uyğundur bu xəstələrdə. Nəyə görə? Bir digər cəhətdən də nəyə görə? Çünki mioma uşaqlığın içərisində qan damarları ilə zəngin bir şiş kimi, orada xoş xassiyyə şiş kimi qalır. Onu götürülməsi, sadəcə miomanın götürülməsi əməliyyatı daha qanlı bir əməliyyatdır. Uşaqlığı kəsib, içərisində miomanın götürülməsi əməliyyatı daha qanlı əməliyyatdır. Xəstədə daha çox qan itirməyə səbəb olur. Amma uşaqlığın götürülməsi bəlkə məntiqi cəhətdən uyğun gəlmir, amma ki, texniki cəhətdən əməliyyat eləyəndə bu belədir. Uşaqlığın götürülməsi əməliyyatı daha sadə, daha az qan axmaya səbəb olan bir əməliyyatdır. Demək, ola bilər ki, xanımlarımız bilmirlər ki, bu uşaqlığın götürülməsi dedikdə onlar yəqin başa düşürlər bütövlükdə bütün orqanların, Bəli, xalq arasında belə bir söz var, bütün iç-alatımı götürdülər. Elə bir əməliyyat eləmirik, yəni sadəcə uşaqlığı götürür. Əlbəttə ki, uşaqlıq götürüldükdən sonra qadında menstruasiya qanaxmaları olmur. Qadınlar elə bilirlər ki, menstruasiya qanaxması olmasa onlar özlərini pis hiss eləyərlər. Elə bir şey yoxdur. Qadının erkən vaxtından əvvəl menopauzaya girərlər, klimaksa girərlər. Qadının klimaksa girib-girməməyi yumurtalığın qana hormon ifraz etməsi ilə əlaqədardır. Demək, uşaqlıqla heç bir əlaqəsi yoxdur. Uşaqlıqla bir əlaqəsi yoxdur və menstruasiya qanaxmasının xaricə çıxmaması qadının özünü pis hiss etməsinə səbəb olan bir şey deyil. Onların cinsi funksiyası da saxlanılır, endokrin funksiyası da saxlanılır. Qadın həyatına heç bir mənfi təsir göstərmir ki, müsbət təsiri də ondan ibarət olur ki, qadın ayda bir dəfə qan itirmir. Ki, bu da qadına tamamilə qan azlığından qurtarmış olur. Demək, doğrudan bu mioma olsun, digər problemlər olsun, yəni ciddi müayinə olunmadan, ciddi göstəriş olunmadan əməliyyata götürmək də düzgün deyil. Yəni, indi işin digər tərəfində deyil. Xəstədə 2-3 santimetrlik mioma var. Xəstənin heç bir şikayəti olmadan, təsadüfi müayinə zamanı aşkar edilib, ona heç bir maneçilik törətmir, yerləşmə yerinə görə, ölçüsünə görə. Yəni, hər belə xəstənin də əməliyyat olması məqsədə uyğun deyil. Deyək, maneçilik törətmir, qanaxma yoxdur, narahatçılıq, ancaq böyüyür yəqin ki, bu mioma. Əlbəttə ki, biz o xəstəyə get bir daha bizə gəlmə demirik. O xəstəyə deyirik ki, get 6 aydan sonra, ildə bir dəfə, 6 ayda bir dəfə həkim nəzarəti altında olsun. Sürətli böyüyən miomalar bizdə bədxassəli şişə şübhə yarada bilir. Ona görə də miomanın böyümə paternindən, böyümə meylinə baxırıq. Əgər mioma böyüməyə meyilli deyilsə, o zaman bədxassəli şiş olma ehtimalı azalmış olur. Ona görə də onu yenə də ildə bir dəfə müayinə edərək bu qadınları izləmiş oluruq. Ancaq belə də ola bilərmi ki, ilk əvvəl mioma heç bir problem törətmir xanım üçün, qadın üçün. Ancaq sonralar ola bilər ki, törətsin. Ona görə bu miomadan bir dəfəmlik azad olmaq istəsinlər. Ola bilər, amma ki, yenə də deyirəm, qadınların 25%-ində mioma vardır. Və hər bu dediyiniz prinsipdən yanaşsaq, onda gerək qadınların 25%-ni əməliyyat eləyək. Ona görə də, yəni bu prinsipdən yanaşmırıq. Əgər mioma qadın üçün rahatsızlıq törətdiyi anda onu əməliyyat eləyirik, rahatsızlıq törətmirsə, o zaman izləməklə kifayətlənirik. Rəşad bəy, biz birazdan mövzumuzu davam etdirəcəyik, ancaq mən tamaşaçılarımızın nəzərinə bir daha HP Güvən Klinikası haqqında bir anonsu çatdırmaq istəyirəm. Xoşbəxt və sağlam yaşamaq hamımızın haqqıdır. Buna görə də 24 saat fəaliyyət göstərən HP Güvən Klinik sizin xidmətinizdədir. Klinika tibbin bütün sahələri üzrə yüksək səviyyədə keyfiyyətli xidmətlə çalışır. Mərkəzdə dünya standartlarına uyğun cihaz və reaktivlər istifadə olunmaqla və yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə əhaliyə tibbi xidmət göstərilir. Cərrahiyyə, laboratoriya, 24 saat pediatrik xidmət, check-up proqramları ilə sizin xidmətinizdədir. Təcrübəli həkimlər sizə kömək etməyə həmişə
üzrə hazırdılar. Ünvan Atatürk prospekti 30/78. Sağlamlığınız güvənli əllərdə, sağlam gələcək bizimlə gələcək. Bax belə, Rəşad bəy, davam etdirək. Doğrudan çox maraqlı mövzudur. Çünki məncə xanımlar bəzən öz anatomiyalarını belə düzgün bilmirlər. Yəni özlərində olan xəstəliklər haqqında düzgün informasiya malik deyirlər deyə. Elə bundandır da ki, onlarda bəzən olur yanlış müalicələr gedir, yanlış cərrahi əməliyyatlar aparılır. Ona görə məncə sizin verdiyiniz informasiya xanımlarımız üçün çox dəyərlidir. Buyurun, davam etdirək. İkinci bir ən çox əməliyyat səbəblərimiz olan kistalar barədə danışmaq istərdim. Kistalarda eyni şəkildə, yəni hər qadında ayda bir dəfə follikul yetişir. Follikul yetişdikdən sonra ovulyasiya, yəni follikulun partlaması, yumurta hüceyrənin kənara çıxması prosesi gedir. Ovulyasiya olmuş follikulun yerində sarı cisim əmələ gəlir. Follikulda, sarı cisimdə bunlar ultrasəs müayinəsində kista şəklində görünür. Görüntü olaraq bu şəkildə görünür. Və hər follikula kista diaqnozu qoyub əməliyyat xəstəyə təklif etmək doğru bir şey deyil. Xəstələr bəzən heç bir şey təklif etmədən bundan çox ciddi qorxuya düşüb, bədxasiyyəyə şiş ola biləcəyindən qorxurlar, əməliyyat olmağa çalışırlar. Yəni, kista diaqnozu qoyularkən ultrasəs müayinəsində bu kista, bütün məqsədimiz bizim həkim-ginekoloq olaraq onu bədxasiyyəli şişdən ayırmaqdan ibarət. Əgər biz onun bədxasiyyəli şiş olduğunu düşünmürüksə, funksional follikul kistası olduğunu düşünürüksə, xəstələri yenə də izləməyə alırıq. Menstrual siklin bəlli günlərində o kista itir. Həmin gündə xəstəyə ultrasəs müayinəsi ilə baxırıq, həm özümüz əmin oluruq, həm də xəstəni əmin edirik həmin kistanın itdiyindən və hər bu cür kistaya görə əməliyyat eləsək, onda görə ayda bir dəfə bütün qadınlara əməliyyat eləmiş olaq. Çünki hər qadında ayda bir dəfə follikul yetişir, müəyyən ölçüyə çatır və həmin ölçüyə çatanda ultrasəsdə kista kimi görünür. Doğrudan da demək ki, həkimə də müraciət edəndə biraz çalışmalıyıq, peşəkar həkimlərə müraciət edək ki, doğrudan bu fərqləri bilsinlər, seçə bilsinlər, yanlış yöndə müalicə aparmasınlar. Bax, siz dediniz ki, düzdür, kistaların yaranması haqqında danışmaq istəməlisiniz. Ancaq nəyə görə bu miomalarda, kistalar nəyə görə yaranır? Bu necə qorunmaq olar? Miomaların yaranmasından qorunmaq mümkün deyil. Miomalar xoş xassəli şişlərdir. Necə ki, üzümüzdə, dərimizdə xallar olur, ət xalı olur, lap elə adi xallar olsun. Onlar da xoş xassəli şişdir. Bədənin hər yerində xoş xassəli şişlər ola bilir. Yəni, miomadan qorunmaq mümkün deyil. Sadəcə məqsəd nədir? Əgər mioma əmələ gəlib də problem yaradarsa, o problemdən qurtulmaq üçün vaxtında əməliyyat olunmaq, problem yaratmırsa da lazım olmadığı halda əməliyyat olmamaq. Yəni, diqqət edəcəyimiz xüsus bundan ibarətdir. O ki, qaldı kistalar. Kistalar iki böyük qrupa bölə bilərik. Şiş mənşəli olanlar, şiş mənşəli olmayanlar. Şiş mənşəli olmayanlara funksional kista deyirik. Funksional kistalardan qorxmaq lazım deyil. Onları sadəcə izləmək lazımdır. Gec-tez sorulub itəcək. İtməsə belə onlarda ağırlaşma nadir hallarda olur. Amma şiş mənşəli kistalar, yəni yumurtalığın, mən bədxassəli şişlər barədə danışmaq istəmirəm bu verilişdə. Yumurtalığın xoş xassəli şişləri, kista adenomalar və yaxud dermoid kistalar, bunlar itən kistalar deyil. Gec-tez bunlar da əməliyyat etmək məcburiyyətində qalacaq. Əgər kistanın itmədiyindən əmin oluruqsa, bunun xoş xassəli şiş olduğundan əmin oluruqsa, o zaman onu da planlı bir şəkildə əməliyyat etmək məsləhətdir. Necə ayırırıq bunları? O artıq bizim həkim olaraq bizim işimizdir. Rəşad bəy, ümumiyyətlə bu miomalar, kistalar, yəni neçə yaşdan sonra deyək, daha çox əmələ gəlməyə başlayır? Miomalar, əslində bu da yerində bir sualdır. Çünki miomalar, biz miomanın müalicəsində, əməliyyatında taktikanı seçərkən bəzən xəstələri bu sözü işlədirik. Neçə yaşın var? Xəstə deyir ki, 48-49 yaşın var. Deyirik, onsuz da 1-2 il sonra orta hesabla klimaksa girmə yaşı 50 yaşlı olaraq qəbul edirik. Deyirik, onsuz da 1-2 ildən sonra klimaksa girəcəksiniz. Klimaksa girəndə bütün cinsi orqanlar kimi uşaqlıq və uşaqlığın daxilində olan xoş xassəli şişlərin də qan dövranı azalır və atrofiya olur, onlar kiçilir və əməliyyat etməyə ehtiyac qalmır. Yəni, sualınızın cavabı miomalar da, kistalar da daha çox reproduktiv dövrdə, yəni xəstələrin, qadınların çoxalma dövründə 15-20 yaşdan ta ki 45-50 yaşa qədər demək, belə cavan yaşlardan da əmələ gələ bilər. Bəli, bəzən çox gənc yaşlarda da görürük və əgər gənc yaşda əmələ gəlibsə, getdikcə klimaksa girənə qədər bu böyüməyə davam eləyir. Ona görə biz məsələn 35 yaşında, 40 yaşında mioma gördüyümüz zaman onun əməliyyat olunmasında israr edirik. Çünki deyirik ki, hələ sən 50 yaşına qədər, xəstəyə deyirik ki, 50 yaşına qədər bu mioma böyüməyə davam eləyəcək və qanaxma verməyə davam eləyəcək. Amma 50 yaşında bir xəstədə 3-5 santimetrlik bir mioma aşkar etmiş isə, o xəstədə daha konservativ davranmağa çalışırıq. Çünki menopauzaya yaxın olduğuna görə xəstə, qanaxma onsuz da menopauzada dayanır və artıq mioma da kiçilməyə başlayacaq. Eyni şey də kistalara aiddir. Kistalarda funksiyon
funksional kistalar dedim ki, reproduktiv dövrdə daha çox meydana çıxırlar. Gördüyümüz kistaların reproduktiv dövrdə görürüksə onu, funksional olduğunu düşünürük. Ona görə onlarda daha çox konservativ davranırıq. Amma menopauzadan sonra gördüyümüz kistalarda daha çox diqqətli olmağa çalışırıq. Çünki qadın menopauzaya giribsə, orada funksional follikul yetişə bilməz, sarı cisim ola bilməz. Burada kista varsa o artıq funksional deyil. Orada daha diqqətli oluruq. Yəni bu dövrdə rast gəlmiş kistaların 40-45% bədxasəli şiş olur. Ona görə də yumurtalıq xərçəngi baxımından daha diqqətli olub, daha israrla əməliyyat təklif edirik. Belə. Rəşad bəy, çox sağ olun. Təəssüflər olsun, vaxtımız sona çatdı, ancaq çox maraqlı idi. Təşəkkür edirəm sizə. Əziz tamaşaçılar, xatırladım ki, biz ginekoloji xəstəliklər və ginekoloji əməliyyatlar haqqında danışdıq və studiyamızın qonağı HP Güvən Klinikasının həkimi, İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində ixtisas keçmiş mama ginekologu Rəşad Sultan idi. Bax, belə daha bir verilişin sonuna çatdıq. Yenidən görüşərik. Sağ olun, sağlıqla qalın.